Məşhur aktyor Pierce Brosnan 20 il əvvəl imtina etdiyi oğlu Christopherlə yenidən görüşüb. Bugün TV Axşamazı istinadən xəbər verir ki, aktyor oğlu narkotik asıllığından qurtulmaq istəmədiyi üçün ondan imtina etmişdi. Bu barədə Radar Online məlumat verib. Mənbələrə görə, aktyor bu yaxınlarda Londonda bütün oğulları, övladlığa götürülmüş Dilan və bioloji Christopherlə birlikdə şam yeməyində görülüb. Şahidlər onların xoşbəxt göründüyünü söyləyib. Brosnan nəhayət Christopherin narkotikdən müalicə olunduğunu yaxınları ilə bölüşüb. Oğlan hətta bir dəfə həddindən artıq dozadan komaya düşüb. Vəziyyət o qədər pisləşib ki, Pierce onunla bütün əlaqələrini kəsmək məcburiyyətində qalıb. 2005-ci ildə aktyor baş verənlərdən çaşqın olduğunu və şoka düşdüyünü etiraf edib. Lakin başqa çıxış yolu görməyib. O bu ailədəki hər kəsi, amma ən əsası özünü sınaqdan keçirib. O vəziyyətdə necə çıxacağını bilir, amma istəmir deyə Brosnan o vaxt bildirib. Amaliya Söhbət qızı, Bugün TV.